Seçimlərimizin illüziyası neurologiyadır, yoxsa qədərimizdir? Görəsən azad iradə varmı? Bu videoya baxmağa sən qərar verdin. Elə deyilmi? Amma elm deyir ki, beyin dalğaların sən bu qərarı verdiyin andan saniyələr əvvəl beynin artıq o qərarı vermişdir. Əslində, beynin səndən öncə qərarı təsdiqləmişdir. Sən isə sadəcə bu qərarın özünün verdiyini qəbul edirsən. Biz molekulların toqquşmasından ibarət bir zəncirvari son halqayıqsa, bəs onda azad iradə hardadır? Əgər hər bir hərəkətimiz əvvəlki bir hadisənin nəticəsidirsə, o zaman biz sadəcə kainatın öncədən qurulmuş bir saatı kimiyik. Günahkarlar həqiqətənmi günahkardırlar? Yoxsa o sadəcə taleyin ona verdiyi kartları oynamağa məhkum bir zavallıdır. Məhz buna görə törədilən ağır cinayətlər zamanı cinayətkarların mən etməmişəm kimi fikirləri ilə qarşılaşırıq. Biz seçirik, yoxsa seçdiyimizi zənn edirik. Elm isə bizdən əvvəl qərarlarımızı seçənlərin olduğunu deyir.